Şah İsmail heç bir dini, heç bir məzhəbi qılınc gücünə yaymayıb. Şah İsmail sizin düşündüyünüz kimi savadsız, ağılsız, bəsirətsiz biri olmayıb. Yəni, Şah İsmail öz devrinin aristokratı olub. Şah İsmail öz devrinin mürşidi kamili olub. Şah İsmail öz devrinin ziyalısı olub. Yəni, Şah İsmail o ağılda olmayıb ki, kimisə qılınc gücünə hansısa bir dini qəbul elətdirsin. Mən dəfələrlə demişəm, yenə də deyirəm, təsəvvür elə, sən, məsələn, filan bölgədə, Azərbaycanın filan bölgəsində yaşayırsan və filan bir dindəsən, filan bir məzhəbdəsən. Şah İsmail də gəlir, deyir ki, sənə qılıncın çəkir, deyir ki, sən bu dindən imtina edəcəksən, bu dinə gələcəksən. Yığdı meydanda, deyir ki, hamı bugündən namazı elə yox, belə qılır. Elə, hamı dağılışdı evinə. Şah İsmail gedib hamının evinə kamera qurmuşdu. Hamının belə deyə pəncərəsindən baxırdı ki, görüm aya bu gecə namazı necə qılır, nə cür qılır, ürəyində niyyəti necə eləyir, kimə rəhmət deyir, kimə lənət deyir. Yəni Şah İsmail gedib evdə bunu güdürdü cəmaatı. Vallahi yəni gülməli bir şeydir qardaşlar. Yəni Şah İsmail sizin düşündüyünüz qədər səviyyəsiz biri olmayıb. Şah İsmail səviyyəli bir adam olub qardaşlar, səviyyəli. Dövrün ən aristokrat adamı olub. Şah İsmail Qusarda, dağın başında cəmaatı güdürdü, görün bu necə namaz qılır, və yaxud Astarada cəmaatı güdürdü. Valla səviyyəsiz söhbətlərdir, and olsun Allaha, süni intellekt zamanında, ilin günün bu vaxtında durub dindən, məzhəbdən danışmaq, yəni valla səviyyəsizlikdir, and olsun Allaha.